O müqəddimə budur ki, dini müxtəlif şəkillərdə tərif eləmək olar. Din bir həqiqətdir, amma müxtəlif yönlərdən o həqiqətə yanaşmaq olar. Müxtəlif terminlərlə, məfhumlarla dini izah eləmək olar. Bir həqiqəti müxtəlif yönlərdən görmək olar. İnsan müxtəlif qapılardan daxil olub bir həqiqətə yol tapa bilir. Din bir otaq kimidir ki, yüzlərlə qapısı var. O otağın içində bir xəzinə var, insanın axtardığı odur. Amma bu otağa 100 qapı var daxil olmağa. Biri şükür qapısıdır, biri səbir qapısıdır, biri təqvadır, biri iman qapısıdır. İslah yolları çoxdur. Hansından istəyirsən keç. Eyni məqsədə çatdıracaq hamısı. Bir fəzilətdən daxil ol, bir qapıdan keç, eyni yola, eyni istiqamətə aparacaq. Biri məsələn ölümü yad eləməklə moizə olunur. Kəfa bil mavti vaizən. Buyurur ki, ölüm moizə üçün kifayətdir. İslah olur. Amma bir müddət keçir, adam yorulur. İnsan belədir. Bir məfhuma bağlanır, bir zaman keçir, yorur onu. Ölümdən danış, fikirləş, bir müddət islah eləyəcəksən. Amma bir müddət sonra ruh yorulur. Deyir, indi başqa şey istəyirəm, başqa yolla getmək istəyirəm. Düzdür, məntiqli yoldur, amma təzə bir şey istəyir, təravət istəyir. Məsələn, indi də cənnət haqqında düşünməyə başlayır. Bir müddət sonra onu da dəyişmək istəyir. Yorğunluq gətirir. Keç başqa mövzuya, dünyanın vəfasızlığı mövzusuna. Yüzlərlə belə qapı var. Ona görə deyir, gedin moizə məclislərinə. Peyğəmbər buyurur ki, gedin cənnət bağlarına. Deyirlər, o nədir cənnət bağları? Buyurur ki, məcalisü zikr məclisləri, moizə məclisləri. Gedin hər dəfə bir qapıdan daxil olun eyni həqiqətə. Ruhunuzda bir təravət yaransın. Bildiyiniz həqiqətə bugün başqa qapıdan daxil olun bir yerdə. Moizədə ruh təzələnir deyə deyir, gedin moizə məclislərinə. Eşitdiyim bir şeyi, bir həqiqəti başqa yoldan bugün izah edirlər. Sabah başqa yoldan. Adamda bir hal yaranır. Peyğəmbərə gəlib deyirlər ki, ya Rasulallah, sizin yanınızda olanda moizədə çox gözəl halda oluruq. Qapıdan çıxdıq, halımız dəyişir. Peyğəmbər təxminən belə bir sözdür ki, bu təbiidir. Əgər bu halı qorusaydınız, İsa aleyhissalam kimi suyun üzərində yol gedə bilərdiniz. Bu bir qədər təbiidir. Demək ki, əşin nə xeyri var, gedirəm onsuz da qulaq asıram, biraz halım dəyişir, çıxıram, hər şey yaddan çıxır. O hal ki, yaranır, yanığı yaradır insanın içində, təravət gəlir insanın ruhuna. Allah da çox mehribandır. Bəzən bu anda görsən taleyin dəyişir adamın. Düzdür, moizənin təsirindən birdən nəyisə arzulamaq istədi. Ey, kaş mən də belə olardım. Məsələn, bir fəzilətli adam kimi. Allah mələklərinə deyir ki, görün bu nə istəyir, bunun duasını qəbul elədim. Bütün həyatı dəyişə bilər bir moizənin ərzində, məclisin içində. Bu moizələr onun üçündür ki, hər dəfə bir qapıdan din həqiqətinə daxil olaq.